şəxslərdir, daha yaşlı şəxslər. Nəsə, burada əgər düz görürəmsə, avar çəkmək. Buradan o tərəfə maşın bırakılmır. Okey. Bilinir, yox ha, bilinmir, düzəltmiş. Spontan bir qərar ilə planlaşdırılmamış daha bir qərar. Florensadan Pisa'ya əyrək gülləyə getmək və qayıtmaq üçün 12 saat ya da yox 10 saat vaxtım var. Düşünürəm ki çatdıraram. Çatdırmasam da ki bir şey fikirləşərik. Düşünmədən dura bilmirəm pizza gülləsini və gedirik pizza gülləsinə. Qatar yolu stansiyasına, oradan da pizza gülləsinə gedirəm. Bir qədər vaxt keçirirəm, qayıdıram. Yenə Florensiyada düşünürəm ki biraz gəzməyə vaxtım olacaq. Yenidən qatar vasitəsilə Romaya gedəcəm. Deməli biletimizi aldıq. Qeyd edeyim ki bileti alandan sonra stamplamaq da lazımdır. Bunu unutmuruq. İndi isə işçi tapıb ikinci platformu tapmalıyıq. Deməli soruşa qatar gəldi, tapdı. Görək ki utanmayasan, sıxılmayasan, rahat olasan, soruşasan, biləsən, gedəsən. Pizza Centrala gedirik. Yer tapıb əyləşək, rahat yer axtarırıq. Dediğim kimi Pizza Centrala gedirik. Pizza gülləsinin olduğu yerə. Düşünürəm ki burada sanki yolumuz ilişdi. Saat 5'də çıxasıdır. Bileti saxlayırıq. Bu çox spontan bir qərar idi. Ümidvaram gedib qayıda bilərik. Gediriksə qayıda da biləcək. Florensiyanın Novelli qatar stansiyasından Pizza Centrala gedən qatar yola düşdü. Artıq gedirik. Geriyə bilet almamışam, gedim elə çatım ora. Qayıdamışam. Gələcəm. San Marino Novelli nəsə belə bir şey olmadı. Florensiyanın Firenze sözünü görəndə taşmayın. Firenze öz dillərində Florensiya deməkdir. Belə çoxlu qatar yolları var. Onun neçə platformada İtaliya bayrağı falan orada. Beləcə davam edir. Bax orada onu görməmişim. Deməli belə bir şey var imiş Florensiyada. Ona da maraqlanmaq olar. Yavaş. Bir daha qeyd edim ki, biletin qiyməti regional qatar seçirseniz ucuz başa gəlir. Adətən 10 evro kimi olur və 9 evro 30 sent cəmsi. Bu edir təqribi olaraq hardasa 19 manat. Belə bir qədər 20 dəqiqə yarım saat mürgüləyim. Daha sonra isə düşüm gəzim piyazada. Səsim biraz yəqin yavaş gəlir. Çünki hündürdən danışır. Burada belə yorğunçuluq hiss olunur yəqin danışığımda və gözlərimdə. Belə biraz mürgüləyim, özümə gəlim. Deməli bura Florensiyadan Pisa gedən qatar yol üstündəki dağları da gördüyümüz kimi dağlarda da yaşayış məskənləri var. Düşünürəm ki qarşıdakı 1 saat yorucu olmayacaq. Yaxşı mənzərələr görəcəyik. Elə görürük də. Sağ tərəfdə də aslında mənzərələr var. Gördüyünüz kimi kort var orada. Tenis kortu, futbol meydançası və s. Karabinieri. Bax, çox möhtəşəm görsənir. Burada Yanada doldurma mərkəzi tikirlər. Deməli, kiçik göl kimilərdir. Buralarda yaşayan qəsəbədə yaşayanları digər göldə gördüm.
balıq tutarlar. Sadəcə ona çatdırıb çəkə bilmədim. Göldümü, çaydımı bu. Gölə oxşayır. Gördüyümüz kimi Florensiya kənarı ərazilər belki de çayda. Bu arada bu vaxta kimi getdiyim en uzun qatar yolu olub 12 saat təqribi. Bu Finlandiyada Helsinki şəhərindən Rovaniemiyə, yəni məşhur adı ilə Laplandiya gedən yol olub 12 saat. Dayanmadan həmin qatarda getmişik qarlı yollarla, yəni dağın arası qarlı meşəli yollarla ayrı-ayrı qəsəbələrdən keçmişik. İndi isə deyəsən tünelə girdik biz. Gözəl tüneldən çıxaq. Boyu belə kiçik qəsəbələr görünür. Bəziləri hətta tərk edilmiş olur. Belə bir qəsrə oxşuyur bu. Ara yenə girdik dağın altına. Yox, dağ deyil, bu körpü idi. 2 dəfə dağın altına girmişik. Gidirik. Yol boyu yaşayış məskənlərində dağlara kimi insanlar bir yerdə cəmləşmək əvəzinə səpələniblər və bu düzgün seçimci məncə. Deməli, burada bir Empoli deyəsən buranın adıdır, Empoli. Yəqin ki, qatar stansiyasında dayandı. Empoli qatar stansiyasında dayandı. 2 stansiya sonra isə Piyasa. Belə ki, Florensiyadan Piyasaya gedən qatar yolu üzərindəki qəsəbələrdə və əyalət yerlərdə baxırıq ki, infrastruktur var. Diqqətləsəz, evlər çox səliqəlidir, çox, hətta evlər, hətta damları belə çox səliqəlidir. Hər yer yaşıllıqdır, maraqlı da qəsəbə evləri, su arxları, genel yaşıl otlaqdır, boş torbağı varsa burada otlaqdır. İnsanlar var olmağı yox, həqiqətən yaşamağa çalışıb. Burada qəsəbəsindən, kəndindən, şəhərindən, mərkəzindən, əyalətindən asılı olmayaraq yaşama mədəniyyəti var. Bir özəl bir faktordur. Bura gördüyümüz kadrlarda gördüyümüz hissələr əyalət yerlərdir. Əyalət yerləri olmasına baxmayaraq olduqca səliqəsi həmanlıdır. Zibillər görsənmir, asfaltlar var. Belə evlər səliqəli, əkin sahələri səliqəlidir. Ara sıra belə zavod kimi bir şeylər də görünür, amma onlar belə səliqəlidir. Yəni torpaq olan hər yerdə yaşıllıqdır, otdur, ağacdır. Yəni videoda görsünlər yoxsa kəndlərdə belə günəş panelləri mövcuddur. Fikir verin o evə. Yəqin böyük bir ailə yaşayır. Kənar qəsəbələrdə maşınları adətən köhnə maşınlardır, amma həyatları gözəldir deyə düşünürəm. Evlərin daşları köhnə olsa da üst bəzəkləri gözəldir, pəncərələri gözəldir. Şum sahəsinə baxaq. Uzaqlarda bir qəsəbə görsənir. Elə bir hər qayalıq qəsəbə yerdə qəsəbə qurulub, belə deyə bilərik. Deməli, Florensiyadan Piyasaya gedən zaman Pontevera adlı qəsəbədəyik. Yavaş-yavaş gedirik. Bir qədər sonra təqribi yarım saata yaxın müddətdən sonra biz Pisada olacaq. İnşallah. Deməli, Pisanın qatar stansiyasından çatdıq və düşdük.
İndi isə gedirik məhz pizza gülləsini görməyə. Hələlik belə deyək. Bu tərəflərdə olmağa 3-4 saat vaxtımız var. Ona görə elə də tələsmirik. Deməli, gördüyünüz kimi stansiya Piyasa Sentral stasyonu, daha doğrusu Piyasa Sentraldayıq. İlerleyirik, biraz soğukdur. Kurtqam sumkadadır. Biraz da soğuk hissləsəm, əgin giyinəcəm. Maraqlıdır, super mini market. Ve qabaqda bir kebabçı var. Kebab yazıb, pizza and kebab. Bunun kebab olduğuna necə inanar biz kebabçıya oxşanır. Nəsə irəliyirik. Deməli, yavaş-yavaş mərkəzinə doğru gedirik. Burada velosiped sürən yoldaşlar görə bilərsiniz. Sürətli keçək. Gördüyünüz kimi dairəvi çarx yazırıq. Burada Asiyalı yoldaşlar var. Gördüğümüz kimi Vittoria Emanuele Cella Cittadella Esami 892-ci il 1892-ci il. Eğer düz okudumsa, ümidvaram düz okudum. Maraqlı şirin bir şəhərə oxşuyur. İlk görünüşdən çox şirinliyi görsənir. Kiçik, çoxlu insan olan bir şəhərdir. Yaxşı gəldim. İndi buradan qayıtmaq var. Buradan qayıtmaq biraz narahatlayır. Çünki fiziki anlamda bütün bu qədər gəzməyə, dözmək var. Düşünən bir kofe içsəm yaxşı olar. Uyğun bir yer tapıb kofe içməyə məqsədə uyğun sayıram. Məndən başqa heç kim qoluşasıyla deyil. Hamı işə gedir. Bir qədər mənə də sərin idi, amma artıq deyil. Normaldır. Belə. Həqiqətən şəhərdən şəhərə keçid edib belə gəzmək fiziki olaraq yormuş olsa da çox gözəl his bağışlayır. Deməli, biz qatar stansiyasından çıxan kimi həmən düz çıxdıq və düppədüz bu yol bizi görmək istədiyimiz abidəyə doğru aparacaq və ümidvaram ki, orada adam tapıb ənənəvi şəkli üslubunu çəkib biləcəyik. Gedək görək. Bura bir qədər daha çox çaxnaşmalı şəhərdir. Gedirik. Yorğunluq əməllə başda gözlərimə vurmuş sayılır. Deməli, daha çox gəzmək yolu, daha az yatmaqdır. Biz də buna riayət edirik. Azərbaycana qayıdandan sonra nə qədər istəsək yatarıq. Həmçinin bazar günü qayıdacağımıza görə birinci gündə mənim iş günüm olmadığına görə rahatca istədiyim qədər yata biləcəm. Əsl İtalyan şirniyyatının ətri gəlir və biz hərəkətlənirik, sürətlənirik. Böyle bir maraqlı küçələr və maraqlı bir bina, olduqca ünlü bir binadır. Mesela qarşıdan yüksək səsli mahnı oxuyurlar mı? Yenəsə elə bir şey var. Görək nədir o? Aha, nəsə hoqqa verir burada. Qeyd edeyim ki, burada brujur parlayan şəxslərin əksəriyyəti yaşlı şəxslərdir. Daha yaşlı şəxsi nəsə nağıl danışır. Nə dilində olur olsun, marketing hisslərini bilirəm. Fərqi yoxdur bunun hansı dildə olub olmadığını. Ya da keçsin gözək. Yenə də bir kanal, yenə də bir çay. Bunu biz də orada qağayıları görürük.
Və artıq burada havanın sərinliyi özünü büruzə verir. Belə burada bir qədər dayanacağım. Şəkil çəkməyə və digər şeylər üçün. Deməli, körpünün digər tərəfinə keçdim ki, gün batımını buradan rahat izləyək. Deməli, gün batmaq üzərədir. Çox gözəl bir görüntü əmələ gəlir. Yolumuza davam edək. Yoldaşlar orada ayaqlarını sallayıb oturublar. Düşünürəm ki, burada da avar çəkməklə məşğul olmaq olar. Ki, yəqin ki də orada əgər düz görürəmsə, avar çəkməklə məşğul olan yoldaşlar var. Deməli, buradakı insanlara baxanda adam elə gəlir ki, bu insanların stres anlayışından ümumiyyətlə xəbəri yoxdur. Burada görürük 1892-ci il Pisa Garibaldi. Yəqin ki, A oxunur o. Pisa-i inanmıram, oxunar o İtalyan dilində. Yəqin ki, bir gün İtalyan dilini öyrənməyə başlayacağım. Az qalsın deyəcəkdim, bir gün öyrənəcəm. Bir gün öyrənəcəm. Güllər, süni güllər imiş. Burada Rolex saatları mağazasını görürük. Və dayanmadan gəliləydik. Görməli olduğumuz bir şey görək. Hələ Florensiyaya geri dönməliyik. Burada belə bir şey. Kilsədir, yəqin bu kilsədir. Bəli. Can. Sağ ol, bakıyor. Yolumuza davam. Yəni rənglər möhtəşəmdir də. Yəni bütün İtaliya üçün bu sözü deyə bilərəm ki, rənglər möhtəşəmdir. Məncə elə bu səfər Romaya demək olar ki, vaxt ayırmamağıma belə deyək, çox sevincliyəm. Çünki Romada bir neçə gün olmuşam və Roma bir qədər müasirləşmiş şəhərdir. Burada yoldaş var. Kimdir? Galileo Galilei. Daha doğrusu büst deyil. Heykəldir. Sonra dikkat etdim ki, tam formadadır. Belə bir gözəl məhəllə, belə bir gözəl bina. Təsəvvürlə bu binada qalırsan, yaşayırsan. Qarşıda isə nəsə çox soğuk gəlir. Qarşıdan keçək görək nədir o. Gördüyümüz. Okey. Yaman soğuk gəlir. Görək nədir ki, bu soğuğun mənbəyi. Yoldan çıxaq. Aha. Buralara gəldik. Bir daha qeyd edirəm ki, biz Pisa şəhərindəyik. Pisa əyri güllənin olduğu şəhər. Əyri gülləni tapmağa çalışırıq. Yəqin ki, düz getdiyimiz istiqamətdə olacaq. Yolu keçirik buradan. Ya da keçidlər falan baxmadan. Burada müəyyən tarixi abidələr var. Burada qarşıda isə gözəlli bir bina görsənir. Limitato İtalyan mahnıları ilə biz gülləsinə yaxınlaşırıq. Yerə Çinli yüklə danışmaq ağırdır. Yəqin tələffüzümdəki nəfəs alma səslənməsini anlaşıqlı qəbul edərsiniz. Burada İtalyan sabanlarıdır. Burada baxın, bir qəsr görürük. Arxada, arxa fonda biz sizə
gülləsini görməyə gəlmişik. Az qalıb artıq çatırıq. Elə çox vaxt sərfləyə bilməyəcəm. Bir qədər seyr edib, həmçinin video və şəkil çəkib geri dönəcəm. Məqsəd şəkil çəkməkdirmi? Xeyr. Məqsəd şəkil çəkmək deyil əslində. Şəkildən çox video çəkmişəm. Məqsəd görməkdir, seyr etməkdir. Düzdür, vaxtaşırı şəkil və videolarda çəkirik. Gözəl binalarda. Getdikcə yaxınlaşırıq. GoPro'nun da zərərətqəsi 23% inib. Artıq çox az qaldı. Demək olar ki, çatmışıq. Bu hər yerdə məşhur olan ərvi gülləni görməyə. Yəqin ki, həyəti hələ də bağlanmayıb. Çünki mən bir neçə şəhərdə diqqətlədim. Müəyyən tarixi abidələr müəyyən vaxta qədər açıq olur. O tərəfdə keçir. Belə yaşıllıqları görürük. Aha. Demək olar çatmışıq. Buradan o tərəfə maşın buraxılmır. Okey. Çatmış. Sayılarıq artıq. Sürətlənək. Bir dostumuz da gelir görməyə. Okey. Düşünürəm artıq satdıq. Artıq satdıq. Möhtəşəm bina. Bəli, spontan bir qərar və Florensiyadan durub Pisa sentral şəhərinə gəlib. Məhz bu itələyib əydiyimiz gülləni görmək üçün harasa 2 saata yaxın yol gəlmişik. Axşam hava qaralır, burada artıq saat 7-dir. Düşünürəm ki, cəld şəkildə tərpənməliyəm. Bizim bunu əydiyimizi yerli polislər görməsin. Belə. With the phone? Yes, with the phone. Video or photo? Photo and video. Düzəltməyə çalışırıq dostlar, düzəldə bilmirik. Qaçıb çıxıb getmək lazımdır. Okay. It's okay? Okay? Yeah, that's perfect. Dözmür. And now the photo, bro. Yes. If you like it, man, or if you want more, Good. it's okay. It's okay. Just one more. Of course, man. Like that. Photo, video. Video and photo. No Like that. Yes. You must put that hand a little bit more forward. Forward. Yeah. Like that. Like that, yeah. Okay. This one a little bit too. That's perfect. Okay. But put the hand like this. Yeah. Like. Oh. It's so heavy. It's so heavy. That's the video. Oh, it's so heavy. My leg. My legs. Thank you. No problem. Thank you, bro. Thank you. You're welcome. If you want, you can say hi to Azerbaijan. Hi, Azerbaijan people. Hi from Spain. In Azerbaijan, is not Nowruz holiday today. Start spring. Spring. Okay. It's yes. The race. Yes. But these are live. Yeah. What? You making live?
Yes. No, not live. Ah, okay. Just video. Just Video, okay, Thank for you. the memories. Thank you. Have a good day. problem. Have a thank Bye you. from Spain. Thank you. See you. Deməli, əyri güllə, əyb qaçırıq, əyri güllə. Əydi, indi isə qaçırıq. Artıq qaçmaq zamanıdır. Aha, sürətli qaçırıq. Belə bir bina mənzərəsi də var. Aha. Size çəkmək olar deyir, olar. Okey. Kürəyimizdə də daşıya bilərik. Bu binanı belə problem deyil. Herkules kimi adamıq. Okay. Zaten kürəyimizdədir. Enli kürək Alban nəslindən olduğumuza görə, hətta enli kürək Alban nəslinin son nümayəndəsi olduğumuza görə bunu kürəyimizdə belə alıb apara bilərik. O kürəyimizdə var. Belə getdi, daşırıq. Aha, burada da gözəl bir bina var. O da düşsün bizim kadrlara. Okay. Güzel. Deməli. Baxaq buradan əyriliyi bilinir. Yox ha, ucu bilinmir, düzəltmişik. Ətrafı müzeyə 4 delli. Nəysə onu bilmədik. Açdıq, axşam saatlarıdır, adam burada qalar. Heyif ki, səhər saatlarında getməliyəm. Hara getməliyəm, heyif ki, Florensiyadan Romaya getməliyik.